şey aydın. Bəli, aydındır. Her şey aydındır. Oğlum, ay yok. Oğlum, Ben direktör muaviniyim. Ay. direktör muavini. Deməli siz direktör muavinisiniz. Belə direktör muavini var. Deməli siz də məni çağırar. Bəli, mən sizi çağırıram. Aha! Deməli oğlu qaçıb. Ay səni. Oğlu qaçıb. Oğlum mənə. Ay. Benim de. Görürsün, fırıldağın biridir. Siz mənə rastlamışsınız. Niyə? Necə olur, siz həm oğlu, həm də polis çağırarsınız. Görürsünüz ki, elədir, cənab polis. Mən xahiş edirəm. Siz bu protokola elisində qeyd edəsiniz. Bəs bununla nə əlaqəniz var? Mənim onunla heç bir əlaqəm yoxdur. Bəs mən sizi nəyə görə çağırmışam? Xahiş edirəm. Mən onunla da heç bir əlaqəm yoxdur. Bəs bu. Aydın. Yox. Məsələn, bu çox qəriz məsələ oldu. Niyə? Polis serjantı Əsədov. Əsədov. Əsəd ol. Mustafa Əsədov. Mustafa. Sadece bizim uşaqlıqdan Əsəd deyil. Bizim dostumuzdur. Bizden söhbət eləməyə gəlir. Soruşmaq ayıp olmasın, siz kimsiniz? Və bana məqsədlə gəlmişsiniz? Aslanımdan önce gelmişim. Ay seni yalancı. Dedin geleceğim ama gelmedin. Polisle vallahi vurursam burada. Aha! Deməli siz aslanın dalına gəlmişsiniz? Bəs harada o aslan? Benim aslanım budur. Yaxşı. Demək belə. Yaxşı deyil görün, siz o aslanı yaxşı tanıyırsınız. Kim olduğuna və nə ilə başqa olduğuna yaxşı bələdsiniz. Cavab verin. Əzizim, benim üstüme kışkırma. Sen tutup bakırsan. Xahiş edirəm, mənim fikrimi yayınlamayın. Ne görüp çıktınız? Müdür. Ne müdür? Buldurdu. Kendimi mi danışam? Hanım siz değilsiniz kim? Düldür. Bu sədiyyət buldu. İndi mən kimə inan? Olar siz bir də. Mən nə müdürəm, nə də quldur. Mən oğruyam. Və mənim polisi aldırma fikrim də yox. Başa düşdüyüm. Aydın. Buyurun. Sen ne danışırsan? Ne olur? Ne budur? Biz bizim muhabbetimiz. Bağışla əzizim, məhəbbətimiz biraz qısa olur. Sən narahat olmayın, 3 ildən sonra davam edərik. Mənə 3 ildən artıq verməzdik. Nə oldu? Aman Allah, ben ne kadar ödülerdim. Ya sana. Şimdi ağlamana ne lazım? Hiç ağlamıyorum. Ben müdürü, direktör sevmiştim. Bu ise oğlu çıktı. Az kalsın, az kalsın. İkinci muhabbetim devam etsin. Yani canım polis, ben bunu anlatmadan sizin karşınızda değilim. Çünkü ben seviyorum. Uşam, Azizim, bilirsen ki buna ben yalnız sana göre gelmişim. Aha! Deməli siz Rusiyanın dalında gəlmişsiniz. Bu təzə fikirdir. Ama protokola yazdırmalı. Yaz. Uşam, gelcinim, canım. Aha! Yaxşı vaxtınız çatdırdı. Ürəyimə dalmışdı. Ürəyimə dalmışdı ki, sən mənə xəyanət edirsən. Məni alladırsan deyil. Bir dəqiqə! Məni alladırsan. Bir dəqiqə! Ha, Siz kimsiniz? Sizə kim lazım? mənə bax, qudurdur. Quldur budur. Ha, Bəs bu kimdir? oh, Cənab, bağışlayın, kir vermədim. Gördünüz də necə qucaqlaşmışdılar. Demişdim ha, bak siz şahit olarsınız. Şahit olarsınız siz. Bir dəqiqə!
sizə deyək. Doğru seçmə baş çıxarda bilmir. Ben çok yaşlı çıkardım. Başa düştüm ben. Bak bunların hamının bakısı bu yanmış Ay, kesin benden. Olmayın beni. Benim senin adına növbət bitir. Ya vaxtacım beni kucaqlamam olma. Sizin besme borcunuzdur. Ay, kesin benden canım. Ben sizden takmaya mesafeden müdafiye edebilirim. İş vaxtı bitmək üzrədir. Və biz bundan nə olub, nə baş verdiyini hələ daha edə bilməmişik. Gəlin bir danışaq. Hani? Siz diye burada naklar savaş verin. Ben hiç de bilmiyorum. Ben gelip çalma gözünü de siz bilmesem. Onda siz deyin hanım. Burada ne olur, ne hal savaş verin? ne hadise baş verdiğini ben ona evde göstereceğim. Bence siz diyesiniz. Burada ne hal savaş verdiğini. Ben oğruyum. Buranın da hiçbir əlaqəm yox. Ha? Onda siz deyin. Onu bağışlamak. Ne? Bence siz diyesiniz ne olur, ne hal savaş verin burada. Sırsınız. Demək yaşına bilmirsiniz. Baş ondan iyi. Saqqız alaq çiğnəyim. Əşkili elədir. Tutarı. Biz gecə yarısı sorğunçuluq tamaşasını göstərdik. Müəllif Raslan Petroviç, Azərbaycan dilində işləyəni Arif Məmmədov. Aferin be sabir kızım.